Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia olunan Nigar Həsənovanın TikTokda görüntüləri yayılıb. Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə həmin xanım dinini dəyişib. Turkistan.az məlumat verir ki, Yeni Sabahın əməkdaşı məsələ ilə bağlı deputata zəng edib, WhatsApp vasitəsilə mesaj yazıb. Ancaq Günay Ağamalı nə zəngə, nə də mesaja cavab verib. Günay Ağamalının atası Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da zənglərə cavab verməyib. Deputatın qardaşı Elçin Ağamalı isə yayılan video haqqında ancaq bir cümlə deyib, bununla bağlı heç bir şərh verməyəcəyəm. Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri, həmçinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvüdür. Bu səbəbdən videonun məzmunu və iddialar daha da diqqət mərkəzinə düşüb.